Qurban bayramıdır, vay qoyunları qırırlar. Deyir ki, cinsi azlıqlara təhqir elədin onları. Ona nəsə bir sözdür, irad denən deyəcək ki, sən nədir insan haqları, insan belə istəyir, falan, onun seçimidir falan. Amma bu yandan Peyğəmbəri təhqir eləsin, desin ki, bu söz azadlığıdır. Bir dənə qoyun kəsəsən küçədə gələcəklər ki, heyvanların haqqı. Qan dizə çıxır, dövlətləri, millətlərin qanına fərman verir, heç kəsdən səs çıxmır. Yüzlərlə insanı bir qərarı ilə həyatını, taleyini məhv edir, gözün üstə qaşın var deyən yox. Buradan deyir, itlərin hüququ, Qurban bayramıdır, vay qoyunları qırırlar. Heyvan üçün göz yaşı tökür, hansısa xalqlar ikinci sortdur bunun üçün. Onu öldürmək icazəlidir. Adam öldürmək onlar üçün su içmək kimi bir şeydir. Bütün dünyanı qarət edirlər, iqtisadiyyatlarını qarət əsasında formalaşdırırlar. Qan içən diktatorlar olub, onların çoxu bu qalstuklu, ütülü, dodağında təbəssüm olan Qərb demokratiyasının liderlərindən daha yaxşıdırlar. Ona görə ki, siması bəllidir. Amma bu min dənə cildə girir. Özü-özünü də alladıb dolaşdırıb. Elə danışarlar, elə parlaq nitqlər söyləyərlər, demokratiya, insan haqları, biz dünya falan filan. Canavar gizlənib onun ütülü qiyafəsinin arxasında. Bu yaxşı mədəniyyətdirsə, niyə canavar kimi dövlətləri düşüb dünyanın canına, xalqları parça-parça eləyir? Hani bu doğrucu mədəniyyətin təmsilçiləri? Valla bəsdirin cəmaatı ələ saldınız. Bu insan haqları nağılları ilə.